Hər vaxtınız xeyir olsun. Yeni TV-nin hörmətli izləyiciləri, Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ştatların şahidliyi ilə Vaşinqtonda keçirilən görüşdən sülh müqaviləsi mətninin paraflanmasından artıq bir il ötür. Bir il bundan öncə tərəflər qarşısında dayanan öhdəliklərlə bugünkü mənzərəni müqayisə etsək, hansı real addımlar atılıb? Bu barədə müzakirəmiz olacaq. Mövzunu studiyamızın qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla müzakirə edəcəyik. Bəhruz müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Bəhruz müəllim, bir il ərzində regionda hansı geosiyasi dəyişikliklər baş verdi? Ermənistan hansı strateji addım, daha doğrusu Azərbaycan hansı strateji addımları reallaşdırdı? Bəs Ermənistan real addımlar ata bildi-mi? Təşəkkür edirəm. Həqiqətən də elə hadisələr var ki, ondan sonraki dövrü, 3 günü, 5 günü, 1 ili real yeni gözləntilər içində təhlil etmək mümkün olur. O cümlədən də Vaşinqton prosesi Azərbaycan tarixində, bütövlükdə bölgənin və dünyanın tarixində mühüm keçid mərhələlərindən biri hesab oluna bilər. Vaşinqtona biz yalnız Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində çox real bir mərhələ kimi baxmamalıyıq. Vaşinqton bütövlükdə geosiyasi əhəmiyyət daşıyan Amerika Birləşmiş Ştatlarının, yəni dünyanın süper gücünün və beləliklə də onun təsiri altında və bu və ya digər formada iqtisadi, siyasi təsir edə biləcəyi güclərin regiona baxışını da dəyişdi. Bu mənada biz cənab İlham Əliyevin hərbi siyasi zəfərlərindən sonra ən az elə həmin hərbi siyasi zəfərlərin əhəmiyyəti qədər mühüm olan bir tarix hadisədən danışırıq və heç şübhəsiz ki, biz gələcəkdə Vaşinqton zəfərimizi cənab İlham Əliyevin bölgə üçün yeni təhlükəsizlik arxitekturasında şah əsərlərindən biri kimi mütləq qaydada öyrənəcəyik. Ötən bir il ərzində əlbəttə ki, dəyişən çox şeylər oldu, amma öncə bir daha Vaşinqton görüşündən mahiyyətinə toxunmaq istəyirəm. Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında Azərbaycanın hərbi siyasi zəfərlərinə baxmayaraq münasibətlərin normallaşması istiqamətində real addımlar atılmırdı. Bunun da kökündə Ermənistanın özünün müstəqil xarici siyasət kursuna malik olmaması idi. Yəni, Ermənistan müəyyən mənada hansısa razılıqlara gəlirdi, məsələn, Avropa siyasi zirvəsində, tutaq ki, Praqada, bu və digər formada biz ciddi irəliləyişləri gördük, sonra talana dirəndi təkrar. Bu da ondan irəli gəlirdi ki, Fransa Ermənistana real addımlar atmağa imkan vermirdi. Avropa Parlament Ermənistana real addımlar atmağa imkan vermirdi. Üzr istəyirəm. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının o zamanki hakimiyyəti, demokratlar iqtidarı, Biden, Blinken cütlüyü Azərbaycana münasibətdə baxışı cənab İlham Əliyevin dediyi kimi Ermənistan-Azərbaycan münasibətlərinin süzgəcindən keçirdi və bu baxışda sağlam ola bilməzdi. Həmçinin elə bugün Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verir Vardanyan kimi şəxslərin Amerika Birləşmiş Ştatlarında, dünyada lobiçilik fəaliyyəti, çoxsaylı Azərbaycana hücum cəhdləri, o cümlədən beyin mərkəzlərini, siyasətçiləri, parlamentləri hətta pulla ələ alıb muzlu nöqtərəz çevirməsi Azərbaycan əleyhində ciddi bir çəmbər formalaşdırırdı. Əgər Azərbaycan prezidentinin qətiyyəti olmasaydı, Azərbaycanda cənab İlham Əliyev kimi qətiyyətli bir insan rəhbərlik etməsəydi, heç şübhəsiz ki, Azərbaycan həmin çəmbərdə özünün qələbəsini də, nəticələrini itirəcəkdi, Azərbaycan özünün yaratdığı yeni reallıqları da itirmiş olacaqdı. Vaşinqton görüşü ilə cənab İlham Əliyev bu prosesləri uğurla inkişaf etdirib Vaşinqton mərhələsinə gətirməklə hərbi siyasi zəfərlərimizin diplomatik olaraq sözün əsl mənasında yekun vurdu. Azərbaycan əleyhinə formalaşan qüvvələrin, necə ki, cənab İlham Əliyev Xankəndində Novruz tonqalını erməni miflərinə, tabutuna vurulan son mismar adlandırmışdı. Eləcə də Vaşinqton görüşü də anti-Azərbaycan qüvvələrin sözün əsl mənasında tabutuna vurulan son mismar oldu və nəticə etibarilə Azərbaycan Ermənistanla münasibətlərini aydın bir mənzərəyə gətirdi. Ermənistanla Azərbaycan arasında sonra dəyişəsi mümkün olmayan sülh və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişlə Ermənistan-Azərbaycan ərazi bütövlüyünü və Azərbaycanın dikt etdiyi və beynəlxalq hüquqa əsaslanan reallığı qəbul etmiş oldu. Amerika Birləşmiş Ştatları buna şahidlik etdi. Bir sıra qurumlar hansı ki öz əhəmiyyətini itirib və Azərbaycan qarşısında, Ermənistan qarşısında sülh istiqamətində maneə kimi çıxış edir, alətə çevrilib, ATƏT-in Minsk qrupundan söhbət gedir. O tarixin arxivinə qovuşdu və bunu Ermənistanın öz müraciəti əsasında etdik. Təbii ki, bu cənab İlham Əliyevin sözün əsl mənasında beynəlxalq diplomatiyada ustad tərzihidir. Ən nəhayət və çox vacib olan istiqamətlərdən biri də bölgədə kommunikasiya xətlərinin açılması idi. Açılması istiqamətində real addımların
rəvac verən bir yanaşma idi. Vaşinqton təmasları həmçinin Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri üçün tamamilə yeni bir mərhələ başlatdı. Demokratlardan fərqli olaraq cənab Trump bölgədəki reallığın fərqinə vardı. Cənab İlham Əliyev onu bölgədəki reallıqlara sözün əsl mənasında inandıra bildi. Nəticə etibarilə Trump praqmatik olaraq gördü ki, Azərbaycanla münasibətləri korlamaqdansa, Azərbaycanla münasibətləri yaxşı saxlayıb, bərabər tərəfli tərəfdaşlıq qurmaqla Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda maraqlarını daha yaxşı təmin edə bilər. Eyni zamanda cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə iri güclərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının maraqlarını bizim maraqlarımız çərçivəsində uyğunlaşdırmaqla bölgədə artıq iqtisadi xaba çevrilən Azərbaycanın rolunu ümumbəşəri rola çevirdi və dünyanın iqtisadi nəbzlərindən biri buradan döyünməyə başladı. Həmçinin Amerika Birləşmiş Ştatları Azərbaycanla bağlı Amerika Birləşmiş Ştatlarının prezidentindən jestlər, eyni zamanda bəyanatları, bunlar artıq yeni bir mərhələnin başlaması idi. Bu həm də cənab İlham Əliyevin demokratlar iqtidarı, eyni zamanda erməni lobbisinin quluna çevrilmiş güc mərkəzlərindən dırnaqarası beyin mərkəzlərinin üzərində müstəsna, heç də 44 günlük vətən müharibəsi və antiterror tədbirlərində qazanılan hərbi siyasi qələbələrdən zəif olmayan müstəsna qələbə qazanmış oldu. Amma siz sadaladığınız istiqamətlərdə Ermənistan tərəfindən heç bir irəliləyiş görmədik. Siz Zəngəzur dəhlizi ilə nəqliyyat kommunikasiya əlaqələri ilə bağlı məsələyə də toxundunuz və bilirik ki, Vaşinqton görüşünün əsas nəticələrindən biri də məhz TRIP layihəsi ilə bağlı idi. Amma Azərbaycan üzərinə düşən bütün öhdəlikləri demək olar ki, icra etdi, dəmir yollarını müasirləşdirdi, yolu tikdi, amma Ermənistan heç bir müvafiq addımı atmadı. Amma biz son günlər xüsusilə Amerika Birləşmiş Ştatları tərəfindən TRIP layihəsi ilə bağlı bir aktivlik görürük. Məsələn, bu yaxınlarda Ermənistanın Xarici İşlər Naziri ilə Amerika Birləşmiş Ştatlarının sülh məramlı missiyalar üzrə xüsusi nümayəndəsinin baş müşaviri arasında bir görüş keçirildi. Sizcə, TRIP layihəsi reallaşdırılması ilə bağlı bugün Vaşinqton İrəvanı tələsdirirmi? Mən əminəm ki, Vaşinqton İrəvanı tələsdirir, çünki söhbət Ermənistanın maraqlarından getmir, Vaşinqtonun öz maraqlarından gedir. Mən bayaq təsadüfi maraqların uzlaşması məsələsini ifadəsini işlətmədim. Çünki cənab İlham Əliyev elə bir konfigurasiya formalaşdırıb ki, artıq TRIP layihəsinin, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan qədər Amerika Birləşmiş Ştatları da maraqlıdır, Çin də maraqlıdır, Mərkəzi Asiya dövlətləri də maraqlıdır və tədricən əslində Ermənistanda başa düşən tərəflər də maraqlıdır. Bu mənada TRIP layihəsinə qarşı gəlmək əslində Trumpın iradəsinə qarşı gəlməkdir. Azərbaycanın qələbələri ilə yaratdığı yeni reallıqlara qarşı gəlməkdir ki, bu da Ermənistanın sözün əsl mənasında nə cəsarətinə, nə də Ermənistanın imkanlarına uyğun məsələ deyil. Və təbii ki, biz Ermənistanın ərazilərini, tutaq ki, suveren ərazilərini işğal edərək onu nəyisə məcbur etmirik. Əksinə, Ermənistan dalandan çıxır və bu layihə də beynəlxalq hüququn tanınmış normalarında əksinə tamam prinsiplərə, BMT nizamnaməsində, tutaq ki, BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, yəni dövlətlərin suverenliyi anlayışı burada müstəsna formada qorunur. Azərbaycan dəfələrlə xəbərdarlıq edir ki, Ermənistan artıq suveren dövlət kimi davranmalıdır. Ermənistan Rusiyanın qucağından, stolundan düşüb, Qərbin, Fransanın, Avropa İttifaqının, hətta Amerika Birləşmiş Ştatlarının stolunda, qucağında oturmamalıdır. Ermənistan müstəqil siyasət yürütsə, bölgədə vəziyyət daha yaxşı olar. Və indiki məqamda ötən dövr ərzində biz biraz da anlayışla yanaşmağa çalışırıq, amma Ermənistanın həm də ötən dövr ərzində işğalçılıq siyasəti, separatizm siyasəti, bölgənin təhlükəsizlik arxitekturasını zədələyən mifik iddialara əsaslanaraq düşmənçilik siyasəti bizi Ermənistana anlayışla yanaşmağa həm də imkan vermir. Ötən dövrün təcrübəsi Ermənistanla bağlı heç də xoş niyyət və xatirələr üzərində köklənməyə imkan vermir. Bəli, bir tərəfdən biz başa düşürük ki, ötən bir il ərzində Ermənistanda Ermənistan rəhbərliyinin diqqəti daha çox seçkilərdə olub. Çünki bu seçki doğrudan da siyasi əhəmiyyətə malik idi və daha çox Paşinyan və rəqibləri arasında yox, Rusiya və Qərb arasında gedirdi və bu bütövlükdə bölgənin siyasi taleyinə təsir edə bilərdi. Təbii ki, Azərbaycanın qələbələrinin nəticələrini heç nə kölgələyə bilməz. İstənilən halda, amma bölgədə mürəkkəb bir vəziyyət yarada bilərdi. Bu mənada biz ona anlayışla yanaşa bilərdik ki, Ermənistan daha çox diqqətini siyasi proseslərə, seçkilərə yönəldib. Amma digər tərəfdən də, məsələn, seçki vaxtı Paşinyanın daha çox real Ermənistan tezisini rəhbər tutması, düşmənçilik ritorikasından çəkinməsi ilə bağlı məsələlər də bu prosesdə bizim düşüncəmizə işıq tuta bilirdi. Amma eyni zamanda erməni cəmiyyətində hələ də sorğularda düşmənçilik eyfariyasının qalması doğrudan da ortada ciddi problemlər olduğunu göstərməkdə. Amma istənilən halda nəzərə alaq ki, artıq Zəngəzur dəhlizi də, kommunikasiyaların açılması da Ermənistanın iradəsindən asılı olan məsələ deyil.
Eyni zamanda Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında əlaqələrin inkişaf tempi də artıq əvvəlki dövrdə deyil. Məsələn, Ermənistanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər erməni lobbisinin fəaliyyətindən, satılmış senatorların və konqresmenlərin fəaliyyətindən o yana o qədər də keçmir. Məsələn, Ermənistan və Amerika Birləşmiş Ştatları Joe Bidenin hakimiyyətinin sonuncu günlərində strateji tərəfdaşlıq sazişi imzaladılar. Bu da Azərbaycana və Türkiyəyə təzyiq üçün. Azərbaycanla isə Vaşinqtonda niyyət imzalandı və 6 ay ərzində qeyd olunan müddətdə artıq Amerika Birləşmiş Ştatlarının ikinci şəxsi J.D. Vance Azərbaycana gəldi və həmin sazişi imzaladı. Bilirsiniz, böyük dövlətləri və böyük dövlətlərin liderlərini qrafika salmaq, qrafika uyğun hərəkətə məcbur etmək çətin məsələdir. Bu sadə məsələ deyil. Amma Cənab İlham Əliyev elə bir konfigurasiya, elə bir münasibətlər müstəvisi formalaşdırıb ki, Azərbaycanın arzu etdiyi qrafik, o cümlədən Amerika Birləşmiş Ştatları ilə münasibətlərdəki qrafik uğurla reallaşır və belə olan təqdirdə həmin qrafiki, o cümlədən də kommunikasiyaların açılması ilə bağlı qrafiki Amerika ilə artıq, mən əminəm ki, Amerika ilə bu istiqamətdə Ermənistan arasında müəyyən razılıqlar var. Bu qrafiki pozmaq Ermənistanın nə gücündədir, bu istiqamətdə Ermənistanın əslində getdikcə də marağında deyil. Və Bəhruz müəllim, digər bir reallıq da ondan ibarətdir ki, bugün Ermənistanın dəmir yollarının nəzarəti birbaşa Rusiyanın əlindədir. Yəni bu indiki şərtlərlə Ermənistan trip layihəsi ilə bağlı hər hansı bir real addımlar ata bilər bu şərtlər daxilində? Bilirsiniz, ötən dövrün təcrübəsinə baxsaq, Zəngəzur dəhlizi Sovet dövründə də mövcud olub və həmin dəhlizin idarəçiliyi, həmin dəmir yolları birbaşa Azərbaycan Sovet Sosialist Respublikasının mülkiyyətində olub. Yəni, orasında Azərbaycanın mülkiyyətidir həmin dəmir yollar və bu da sir deyil. O ki, qaldı Rusiya ilə bağlı məqam, bəli, bugün Rusiya ilə Ermənistan arasında bizim o mülkiyyətimizə toxunan qanunsuz bir razılaşma var və Rusiya həm də Ermənistanda dəmir yolları üzərində mülkiyyət sahibidir. Amma gəlin baxaq görək, trip layihəsi üzrə həmin dəmir yol, bugün orada köhnəlmiş dəmir yolu nə qədər istifadəyə yararlıdır? Ermənistanın həmin ərazisi Rusiyanın deyil. Ermənistanın həmin ərazisindəki həmin o dəmir yol xətt olaraq Rusiya orunu, belə deyək, müqavilə ilə, Ermənistanla əldə olunan müqavilə ilə üzərində mülkiyyət hüququ saxlayır. Yəni, həmin dəmir yolu onsuz da bizə lazım deyil. Həmin dəmir yoluna paralel olaraq daha müasir, daha iri tonajlı yük daşıma qabiliyyətinə malik yolun çəkilməsi vacibdir. Uzun bir yol da deyil, 50 kilometrə çatmır. Bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının da dəstəyi var. Bu istiqamətdə Azərbaycan da kifayət qədər siyasi səbat göstərir. Bizdən Naxçıvan tərəfdə də, Azərbaycan tərəfdə də artıq işlər demək olar ki, yekunlaşır. İndiki məqamda biz arzu edirik ki, heç olmasa il sonuna qədər texniki əsaslandırma işləri tam yekunlaşsın və daha sonra 2027-ci ilin sonuna qədər o yolu istifadəyə vermək mümkündür. Bu istiqamətdə Ermənistana təzyiq etmək üçün iradə də var, güc də var və qlobal birliyin bu istiqamətdə vahid mövqeyi də var. Və 8 avqust Vaşinqton görüşünün davamı olaraq əsas, belə deyək ki, qarşıda duran hədəflərdən biri Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsi imzalanmasıdır ki, bunun üçün də əsas şərt Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsidir. Və bu sözügedən məsələni isə referenduma çıxarmaq üçün kifayət qədər deputat mandatı yoxdur. Belə olan halda Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdən yan keçməklə, belə deyək ki, öz şəxsi təşəbbüsü ilə bunu referenduma çıxara bilərmi? Əgər belə olarsa, bundan sonraki proseslər Ermənistan daxilində necə cərəyan edəcək? Tamamilə doğru deyirsiniz, amma məsələ ondan ibarətdir ki, Ermənistan konstitusiyasında, mövcud konstitusiyasında artıq real mexanizm var. Və Paşinyanın da bu şəraitdə davam edəcəyi ağlabatan görünmür. Çox güman ki, Paşinyan rəqib partiyalardan və yaxud da neytral partiyalardan kifayət qədər tərəfdar toplaya biləcək. Yəni, həmin qanun layihəsini, referendumun keçirilməsi ilə bağlı layihəni parlamentdən keçirə biləcək. Sadəcə bu istiqamətdə real istək lazımdır və nəzərə alaq ki, Paşinyan özü davamlı formada konstitusiya islahatları barədə danışır. Düzdür, konstitusiya islahatlarında aidiyyatı Azərbaycanın istinad etdiyi məsələlərə çox da toxunmur, amma əminəm ki, əgər konstitusiya islahatı olacaqsa, müvafiq olaraq müstəqillik aktına müvafiq istinad da həmin konstitusiyadan çıxacaq və Ermənistan indiki rəhbərliyi, mən düşünürəm ki, Ermənistan daxilində ab-havadan narahat olaraq bunu çox dilə gətirməyə bilər. Amma üstəndən halda, əgər çıxarmayacaqsa, referendum keçiriləcəksə, Azərbaycan ərazi iddiaları qalacaqsa, bu deməkdir ki, Ermənistan artıq Azərbaycana meydan oxumaq niyyətindədir və bunun da cavabını alacaq. Biz
dayanıqlı formada səbir nümayiş etdirmək niyyətində deyilik. Biz bu bölgədə sülh arzulayırıq. Cənab İlham Əliyev böyük hərbi siyasi zəfərimizin ardınca Ermənistanla sülh üçün bütün addımları, bütün mümkün addımları atıb. Sülh təşəbbüsləri Cənab İlham Əliyevindir. Azərbaycan müharibə dövründə irəliləyə bilərdi, beynəlxalq hüquqa hörmətlə yanaşdı. Ermənistanın ərazi bütövlüyünə baxmayaraq ki, o ərazi haradan başlayır, heç yerdə yazılmayıb. Ərazi bütövlüyünə hörmətlə yanaşdı. Eyni zamanda sonraki dövrlərdə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda müvafiq paraflanmadan sonra Azərbaycan öz üzə ərazisindən Ermənistana tranzit məhdudiyyətini götürdü. Ermənistana yüklər daşınır. Ermənistanda yanacağın qiymətinə Azərbaycanın Ermənistana satdığı yanacaq hesabına köklü şəkildə ciddi yanacağın qiymətində orada ucuzlaşma baş verdi. Yəni Azərbaycan göstərdi ki, qonşuluq etməyi bacarır. Biz xüsusi dostluq, qardaşlıq niyyətində deyilik. Bizim tariximiz var. Qan yaddaşımız Cənab İlham Əliyevin də dediyi kimi qorunacaq. Amma biz düşmənçilik etmək niyyətində deyilik. Biz beynəlxalq hüququn şərtlərini, beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq mehriban, dinc yaşamağa məhkum olduğumuzu Ermənistana başa salmaq istəyirik. Ermənistan da buna məhkumdur. Ya dinc yaşayacaq, ya da bütövlükdə bölgədə Ermənistan adlı dövlət olmayacaq. Biz arzulayırıq ki, sülh olsun. Ötən dövr ərzində məsələn təqdirə layiq hallar olub. Qeyd etdiyimiz kimi ticari əlaqələr, tərəflərin birbaşa təmasları, Azərbaycan Prezidentinin köməkçisinin Ermənistana, Dilicana səfəri, Ermənistanda keçirilən təmaslar, vətəndaş cəmiyyətinin üzvlərinin qarşılıqlı səfərləri, Ermənistan nümayəndə heyətinin aidiyyəti üzrə qarşılıqlı səfərləri, Ermənistan rəsmilərinin səfərləri, Paşinyanın özünün Azərbaycanla bağlı bəyanatları və Azərbaycana gəlmək istəməsi ilə bağlı bəyanatları, Azərbaycan Prezidentinin video müraciətinin İrəvanda yayılması, bunlar hamısı müsbət məqamlardır. Həmçinin bugün biz hələ Rusiya ilə, Gürcüstanla sərhədlərimizin delimitasiya demarkasiyasını başa çatdırmamışıq, amma Ermənistanla artıq 10 kilometrdən artıq bir məsafədə nəinki delimitasiya, müharibədən çıxmış bir ölkələr olaraq, hətta demarkasiyanı biz həyata keçirmişik. Bunlar ümid vəd edən məsələlərdir. Eyni zamanda qarşılıqlı müəyyən siyasi dəstəklər olub beynəlxalq platformalarda. Bunlar bizə ümid verir və ümid edirik ki, Ermənistan Vaşinqton reallığı ilə Cənab İlham Əliyevin formalaşdırdığı bu geosiyasi formatı, konfigurasiyanı doğru qiymətləndirər və ən azı özünün, öz vətəndaşlarının, öz dövlətçiliyinin gələcəyi naminə bu fürsəti qaçırmaz. Və bütün bu baş verən proseslərə paralel olaraq bilirik ki, Ermənistanın bugün kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında səs vermə hüququnun məhdudlaşdırılması ilə bağlı məsələ gündəmdədir və bunu Ermənistanın üzvlük haqlarını ödəməməsi, digər tərəfdən fəaliyyət prinsiplərinin pozulması ilə əlaqələndirir. Necə düşünürsünüz? Bu Ermənistanın KTMT-dən tam şəkildə uzaqlaşdırılmasına yol aça bilərmi? Əgər bu baş verərsə, təşkilat zəifləyərmi? Və yaxud digər tərəfdən bugün yaxın perspektivdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Ermənistanın hər hansı bir hərbi təşkilatda olmasına ehtiyac varmı? Bilirsiniz, birinci KTMT ad olaraq təşkilatdır. KTMT hər hansı formada tarixin heç bir dövründə faktiki olaraq özünü real, ciddi təsisat kimi sübut edə bilməyib. Və Ermənistanla KTMT arasında da, xüsusən də Ermənistanla Rusiya arasında da ciddi böhran yaranıb, siyasi böhran var. Nə qədər bu bildirilsə də, bildirilməsə də, Ermənistan bugün böyük məmnuniyyətlə KTMT-dən uzaqlaşmağı arzulayır. Sadəcə buna cürət etmir. O baxımdan da KTMT mexanizmlərinə müvafiq olaraq Ermənistanın oradan uzaqlaşdırılması üçün hansı şərtlər lazımdırsa, Ermənistan həmin şərtləri böyük məmnuniyyətlə reallaşdırır. İclaslarda iştirak etmir, faktik olaraq üzvlük haqqını ödəmir. Mən düşünmürəm ki, Ermənistan o qədər kasıbdır ki, ən azından ona iyanələr hesabına o qədər kasıbdır ki, üzvlük haqqını ödəyə bilməsin. Ermənistan hətta bu barədə Rusiyadan xahiş eləsə, Rusiya özü də ödəyə bilər onun üzvlük haqqını. Görünən odur ki, Paşinyan təşkilatdan özü çıxmaq istəmir, amma çıxarılmağı arzulayır. Və vəziyyət bu şəkildə təhlil oluna bilər. Hesab edirəm ki, Ermənistanın yenidən növbəti hansı hərbi bloka daxil olması bağlabatan görünmür. Birincisi, hər hansı hərbi blokda onun yeri yoxdur. Ya İranla hərbi bloka girməlidir, Ermənistan üçün nə qədər sərfəli ola bilər. Müharibə şəraiti yaşayan dövlətlə hərbi bloka girsin. NATO-ya mümkün deyil. Türkiyə ilə münasibətlər fonunda Türkiyənin vetosu heç bir dövləti oraya daxil olmağa imkan verməz. Eyni zamanda Ermənistan indiki halda daha yaxşı olar ki, Azərbaycanla, Gürcüstanla hər hansı formada sülh və sabitlik uğrunda mövcud konfigurasiyanın, mövcud arxitekturanın qorunması sayəsində fəaliyyət gücləndirsin. Ermənistanın bugün heç kimdən özünü qorumasına ehtiyac yoxdur. Azərbaycan müharibənin ən ciddi çağında, Ermənistanın ən köməksiz vaxtında, sözün əsl mənasında
əgər İrəvana qədər, özünün tarix torpaqlarına qədər irəliləmədisə, bundan sonra da bizim Ermənistanla müharibə etmək fikrimiz yoxdur. Bölgədə artıq silahların susmasını istəyirik və cənab İlham Əliyev qlobal miqyaslı vizyonu ortaya qoyub ki, Azərbaycan bundan sonra müharibə etmək istəmir. Və təsadüfi deyil ki, cənab İlham Əliyevə münasibətdə Trump dəfələrlə sosial media hesabından böyük lider, sülh adamı kimi ifadələr işlədi. Belə təqdirdə Ermənistan yaxşı olar ki, silahlanmaq, İrandan, Rusiyadan, nə bilim, Fransadan, Avropa mühitindən hansısa silahlar almaqdansa, daha çox fokuslansın iqtisadi inkişafına, qonşularla münasibətinə. Nə Gürcüstan, nə Azərbaycan, nə Türkiyə Ermənistana bölgədə hücum etmək niyyətində deyil. Ermənistanın kimdənsə müdafiə olunmasına və hansısa bloka girməsinə ehtiyac yoxdur. Düz Ermənistan müstəqil dövlət, ən azından de yure belədir. O hansısa əməkdaşlıqlara, hansısa tərəfdaşlıqlara girə bilər. Amma girdiyi əməkdaşlıqlar Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirəcəksə, Türkiyə ilə Ermənistan arasında münasibətləri gərginləşdirəcəksə, hətta İranla, Gürcüstanla münasibətləri gərginləşdirəcəksə, bu Ermənistana fayda yox, Ermənistanın təhlükəsizliyini garantiya almaq yox, Ermənistanı təhdid atmaq demək olar. Minnətdarıq sizə Bəhruz müəllim, dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə və maraqlı müsahibəyə görə. Belə, dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt başa çatdı. Bir daha qeyd edim ki, studiyamızın qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov idi. Sağ olun, sağlıqla qalın.